3 dənə diplomum var, heç nə əldə eləməmişəm. Sən məktəb oxumamısan, istədiyin həyatı yaşayırsan. Birincisi uşaqlar, 3 dənə diplom almaq, belə deyim də sənə, sənin qərarsızlığındır. Sən bir dənə diplom almalıydın və o diplom üzrə də işləməliydin. Hansı ki, sən doğru seçim eləməliydin ki, mən filankəs olmaq istəyirəm. Və sən durub burada 3 dənə diplomla iş tapa bilmirəm deməyin artıq sənin problemindir həqiqətən də dostum. Çünki mənim bir dənə də olsun diplomum yoxdur. Mən universitet oxumamışam. Universitetə əks gedirəmmi? Xeyr uşaqlar, oxumaq lazımdır, elm lazımdır. Bizə oxuyan kadrlar lazımdır. Sadəcə yenə də deyirəm uşaqlar, siz oxuyanda normal peşə seçin. Hansı ki o peşə ilə siz davamlı irəli gedəcəksiniz. Yəni gələcəkdə siz o peşə üzrə işləyəcəksiniz. Universitet diplomum olsun deyə yalandan oxumaqla uşaqlar sizdən heç nə olmayacaq. Sən heç nə əldə eləməyəcəksən. 3 dənə diplomum var, magistr oxumuşam, onu eləmişəm, bunu eləmişəm uşaqlar. Bunun pul qazanmaqla heç bir adiyyatı yoxdur. Bir, ikincisi də ki, sosial şəbəkələrə çox baxıb illüziyalara qapanmayın. Yəni sizə yaşamaq üçün çox da pul lazım deyil. Yəni bu bir illüziyadır, bu bir yalandır. Hansı ki mən sizə bunu fakt olaraq yaşaya-yaşaya deyirəm. Siz normal yaşamaq üçün normal bir vəzifəyə sahib ola və həmən vəzifə ilə irəli gedə bilərsiniz. Uşaqlar, doğrunu danışaq da bizə fəhlə də lazımdır, bizə santexnik də lazımdır, bizə işçi də lazımdır, bizə ofisant da lazımdır, barmen də lazımdır. Bunların hamısı olmalıdır. Sadəcə öz vaxtında uşaqlar. Siz ilk öncə ondan başlayırsınız, ondan sonra inkişaf edirsiniz. Hansısa məqsədləri qoyursunuz və həmən məqsədlərə doğru gedirsiniz. Xahiş edirəm, məni düzgün başa düşün. Bəziləri məni bilmirəm harası ilə başa düşür uşaqlar. Mən həmişə sizə dəstəyəm və sizin gözünüzü açıram ki, irəli gedəsiniz və dövlətə, xalqa, dünyaya lazım olan bir kadr yetişəsiniz uşaqlar. Doğru bir vəzifə seçirik, doğru bir istək seçirik və ona doğru hərəkət edirik uşaqlar. İllüziyalara qapanmayın, özünüzü aldatmayın. Ehtiyac yoxdur hamının milyoner olmağına, çünki hamı milyoner olmayacaq. Və sən inanmadığın şey heç vaxt olmayacaqsın. Və çoxunuz da milyoner olaram deyə inanmırsınız uşaqlar. Ona görə də normal bir iş seçin, peşə seçin, sənət öyrənin və irəli gedin. Hansı ki, ətrafa xeyir verəcək və xeyir verməkdən də bir qırağa uşaqlar, siz yaşaya biləcəksiniz bu dünyada. Çünki dünya hər gün inkişaf eləyir, hər gün yeni şeylər çıxır, o qədər tez inkişaf eləyir ki, bu dünya həqiqətən də çatdıra bilmirəm mən özümdə. Yəni, mən də çatdıra bilmirəm. Mən də 2 il bundan qabaq, məsəl üçün, elədiklərimi indi eləyə bilmirəm. Çünki ayı çıxıb, məsəl üçün, yeni texnologiyalar çıxır. Mən çatdıra bilmirəm sadəcə. Başa düşürsünüz uşaqlar. Yəni, bu normal bir şeydir. Qaçmayın, heç ara gecikməyəcəksiniz. Siz onu bilin ki, sən maşını 130 ilə də sürsən, gəlib svetoforda gözləyəndə 90 ilə gələn mən sənin yanında dayanıb sənə baxacağım. Aydın olur sənə. Başa düşdün nə demək istəyirəm? Tısbağa yavaş-yavaş gedərək hədəfə çatacaq, dovşan isə ziqzaq ataraq heç vaxtı həmən hədəfə çatmayacaq. Uğur arzu eləyirəm. Nə sualınız varsa müraciət eləyə bilərsiniz, soruşa bilərsiniz uşaqlar. Tək mənim vəzifəm barəsində, tək mənim işim barəsində yox, həm də dostlar, siz öz işiniz barəsində də məsləhət ala bilərsiniz. Əlimdən gələni eləyəcəm sizin üçün. Uşaqlar, məsləhətinizə verəcəm sizə əlimdən gələni. Əlimdən gəlməyəni eləyə bilməyəcəm. Təəssüf ki, ona görə də uşaqlar, uğurlar hər birinizə, irəli gedirik və inkişaf eləyirik. Heç kimi qulaq asmayın, heç kimə. Boş verin getsin hamısı. Uğurlar.